Kardeş bakın gelin görün benim hayatım. Evimin altını su götürüp gelir. Bütün komşularda da heleyik. Gelin bakın. Evimin altına bakın. Zirzemini su basıbdı. Görün bunu Allah götürer. Körpe uşaklı evde. Sonra da deyirlər ki, filan kəsdən belə dedi. Əşit belediye bakmalıdır. Her şeye belediye bakmalıdır. Hayatım zadım evimin altı batıp gelir. Salam dəyərli izləyicilər. Bura Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi Abbas Mirzə Şərifzadə küçəsidir. Keçən gecə Sumqayıt şəhərinə yağan güclü yağış bu yaşayış massivinin yollarını iflis vəziyyətinə salıb. Bu yaşayış massivində yaşayan sakinlər kanalımıza müraciət edərək bildiriblər ki, yaşadıkları evlərin zirzəmilərini su basıb. Kardeş bakın gelin görün benim hayatım. Evimin altını su götürüp gelir. Bütün komşularda da heleyik. Çekilişi eləyin ki, qoy götürün. Yollara geleceği hara bakır bilmirəm. Gelin bakın. Evimin altına bakın. Zirzemini su basıbdı. Görün bunu Allah götürer. Körpe uşaklı evde. Sonra da deyirlər ki, filan kəsdən belə dedi. Əşit belediye bakmalıdır. Her şeye belediye bakmalıdır. Hayatım zadım evimin altı batıp gelir. Bir komşularda size desin. Gelin gelin. Daha insanlar buraya yığılmışım. Of ki kanalizasya tutulur benim evimin altına gelir. Ve girmeler sudur, temiz, cabarı gösterir. Valla ben çorapsız giyinmişim ki sapakla Tamam. Bak. Gördün. Bu insan yaşayışıdır bu. Kanalizasyalar, cabra kanalizasyon gösterir. Çakırda çıkınca çekirler. Doludur. Bilmirsən. Baba kanalizasyon doludur. Hamısı evin altına. Kanalizasyon. Belediye kime deyək dərdimizi? Kime? Gör belediye görmüyor özü. Yollar ne gündedir. Hiç kim gelip yoklamır. Zirzəmi də şurada qonşunun həyətində zirzəmisi də o üstlərdən haykədir. Hamısı belə yalnız bu ana liniyanın qapadan açmalıdırlar, əlac eləməlidirlər. Dayanmasın, geçsin, qutarı getdi. Aidiyyəti təşkilatlar bu işlə məşğul olmalı. Görsən hayatı. Biz də baxın, görün nə gündədir, cəmaət nə gündə yaşayır. Suyun içindədir. Ev, qapı, hamısı suyun içindədir. Bir nəfər maraqlanmır kanalizasiya ilə, su ilə. Yox, yağış. Bir tunel boyu küçəndə çəkin, nə gündə damsın. Buyurun bakın, bu da padvalımız. Su basıbdı, ana linya tutulur, ona o hesaba da verir su, girinaj, hiçbir rol oynamaz. Bu da suyumuz. Alın. Hamısı sudur. Evlerin bütün hamısının altı belədir. Bizim vəziyyətimiz çox ağır vəziyyətdədir. Bizim bu bələdiyyə, icra hakimiyyəti, qardaş mən evimə girib çıxa bilmirəm. Mən burada nətər keçim evimin qapısına. Bütün həyəti su basıb, bütün qapı orada. Mən sapaşqı ilə gedim, uşaqlarımı göndərə bilmirəm. Bu çox çətindir vəziyyət. Bu tuneldən keçən bütün xəttdə kanalizasiya sistemi bizdə heç səs çəkilmir. Nətər olacaq bu işlərin axırı? Vəziyyət çox pisdir, hər yeri su basıb, uşağı göndərmək olmur, tunelin ağzından keçə bilmir. Nə olacaq bu işlərin axırı? Mən buradakı aidiyyəti qurumlara müraciət edirəm. Bu Sumqayıt şəhər bələdiyyəsi, Sumqayıt icra hakimiyyəti bir çarə tapsınlar, bu kanalizasiya sistemini düzəltsinlər. Bu işlərin axırı nətər olacaq? Biz uşaqlarımızı hər yağış yağanda evdə saxlayacaq, məktəbə göndərə bilmirik. Bir xəstə olanda çıxıb qaça bilmirik buradan. Bunlara bir çarə tapsınlar, bizə bir kanalizasiya sistemi, bütün tək kanalizasiya sistemi deyil, bütün işıq sistemi, işıq da keçir, qalırıq işıqsız gecə səhərəcən.